Salam. Bugün İranda yaşayan xalqımızın mücahid, mühacir oğul və qızlarına, İran xalqına göstərdikləri həmrəliyə görə təşəkkürlərimi ifa edirəm. Amma təəssüf hissi ilə bildirmək istəyirəm ki, zülmündən hicrət etdiyiniz Azərbaycanı işğalçı İsrailin qoynuna atan Murdar Əliyev rejiminin təmsil olduğunu, xalqımızın rifahını təmin etməyən, millətimizə zillət gətirən dövlətin, zalimlərin atributu olan Azərbaycan bayrağını İranda dalğalandırmanız siyasi bəsirəsizlik olaraq dəyər vermək olar. Azərbaycan müqavimətinin parçası olaraq İngilis köləliyini təmsil edən bayrağı dalğalandıraraq Əliyev rejiminə bilmədən də olsa xidmət etdiyinizi fərqində olmağımızı bilmənizi istərəm. Bu addımı ölkəmizdə zindan çəkən mücahidlərə qarşı hörmətsizlik kimi qəbul edir və yanlış yoldan çəkinmənizi və bu işin yanlış olduğunu etiraf etməklə mübarək bir addım atmağı siz əzizlərdən gözləməkdəyəm. Allah yardımcımız olsun.